Salam dostlar, gəlin sizdən belə bir yer görsədim. Adi şeydir, restorandır. Yəni bu şey Vyetnamda hər yerdə var. Hər restoran. İçərisi insan doludur. Və sizə nəyə göstərərdim? Təbii ki, timsah. Dostlar, sizə belə göstərərdim. Əti adi toyuğa bənzəyir. İstədiyiniz yerdə çəkə bilərsiniz. Oo dostlar, ilan da geldi, ilan da geldi. Oo, getdi bu yemeğe. Dostlar, bu ise nedir? İlan. Gelin ilanı size çekeyim. Ona oturup istediğiniz kadar sipariş verebilirsiniz. İnsanlar sırada krokodili gözlüyor, timsahı. Gelin size çekim necə olur. İnsanlar boş kaplarda, turistler bunu gözlüyor. Tadı çok güzeldi, onu deyərdim. Gördünüz, kırık insanlara boş kapda paylaşıyor. En tatlı yeri diğer küçük kuyruk kısasıdır. Selam, biz onu istedik. Ben size ilanı təzdən çekim. Bu bildiğimiz adi anakonda ilana oxşayan bir şeydir. Məncə xeyr, bu anakonda deyil. Məncə bilenler varsa desin, közde pişirirlər. İnanın mənə, turistlerin sayına bakın. Herkes onun sırasını gözləyir yani. Onu yemək üçün dadmaq üçün mən də indi şeyi dadacağım. Çok ucuzdur, $2 falandır. Boşqablı herkese kısa şekilde verirlər, kısa. Oradan götürürüz boşqabları, burada yiyirsiniz. Yani insanlar İnanın mənə, adi grildir. Tadı biraz balık olsun, balık tadı verir. Ve her gün pişir burada. Belki de en tatlı pişirilen yerlerden biridir. İlanın içini temizleyirlər dostlar, pişirirlər. İnandırım size, turistlerin hamısı, yani sırada duranlara bakın. Həqiqətən də çox gözəldir. Şefimizdi. Şef. Dostlar, payladık. Şefimiz de, şefimiz onu göstersin. İnandırım size, insanlar sırf bunun için buraya gelip çok kaşıya tadı var, bilin dostlar. Hara gelip yerlersiniz, size gösterdim. Eğer siz Vietnam'a Nichang'a gelseniz buraya gelin. Denizden protein. Çok ucuzdu, həqiqətən, həddindən artıq. İnsanlar yani sırada dururlar. Həqiqətən, bunu yemək üçün sırada dururlar. Gəlinsə buranın şeyini, bufetində ki görsədim, bufet şeydir, necədir? Baxın. Yəni bufet gəlib bir dəfə ödəniş edirsiniz, bir dəfə ödəniş etdikdən sonra, məsələn deyim $15 falan, $10, $8 ödəniş etdikdən sonra istədiyinizi buradan bir boşqa balıq yeyirsiniz. Her şey var. Soslar, suşiler, balıkları,
istədiyinizi gəlib burada rahat şəkildə sifariş verib yeyə bilərsiniz. Çililər, istiqlar, tuzlar, istədiyiniz hər şey. Meyvələr qiyməti artıdır. 7-8 dollar da ödəyib yeyə bilərsiniz. Və yaxud da 15 dollar, 10 dollar da ödəyib istədiyiniz qədər yeyə bilərsiniz. Amma bu krokodil isə belə deyil, timsah isə belə deyil. Timsah bir dəfə qiyməti başqadır. Dostlar, kanalıma abunə olub, dəstək olmağı da unutmayın. Dəstək olmaq istəyən insanlar da yaza bilər. Hesab nömrəm var, telefon nömrəm var. İstədiyiniz vaxt yazın, istədiyiniz vaxt dəstək olmağa istəsəniz dəstək olun. Kanalıma baxın, nə sualınız var verin, hər kəsin sualını cavablayacağım. Neynir dostlar, gedirik. Bu da belə. Gedirik, biz də 1 qram, 1 tikə də olsa biz də yiyək. Siz də neymişsiniz? Dəstək olursunuz. Bundan da dadacam və ondan da, timsahdan da dadacam. Yəni timsahın başını bir daha sizə görsədim. Timsahın başı belədir dostlar. Dostlar, mən də bir tikə götürüm yiyeyim. Oturacam çünki yemək yiyəcəm burada. Siz də neymişsiniz? Gözəlcə baxırsınız. Görüşənə qədər dostlar.